Vətən müharibəsinin ilk günlərində Murovdağ Kəlbəcər istiqamətində gedən döyüşlərə qatılmışıq. Cəbrayılın, Xocavəndin və Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən əməliyyatlarda yaxından iştirak etmişəm və Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən əməliyyatın ilk günlərində aldığım güllə yarası nəticəsində ağır dərəcədə yaralanmışam. Orada yaşananlar heç vaxt unudulmaz. Yəni üstündən 5 il yox, mənə elə gəlir ki, ömrümün axırına qədər belə həmin günlərə aid mənə suallar verirsiniz. Yəni xatirimizdən silinməz. Mən oradan gəlməyim, həyatım müəyyən qədər qayıtmağım, hətta mümkün olmayan şeylərin mümkün olması, bu Allahın bir lütfüdür. Kəlbəcərin, Xocavəndin və Şuşa şəhərinin işğaldan azad olunmasına görə cənab prezident tərəfindən təltif olunmuşam, igidliyə görə medalya təltif olunmuşam, şücaətə görə medalya təltif olunmuşam və Azərbaycan ordusunun 100 illiyinin yaradılmasından bağlı medalı ilə xidmət dövrümüzdə təltif olunmuşam. Bugün mən iş qabiliyyətimi itirmişəm. Demək olar ki, heç bir yerdə işləməyə hələ özümdə hazır hiss eləmirəm. Mənim bugün vaxt ayıracağım şey, yoldaşımla birlikdə uşaqlarımızı məktəbə aparmaq, məktəbdən gətirmək, əlimizdən gələni, bütün gücümüzü, bacarığımızı, əlimizdə olan bütün imkanları ona sərf eləmişik, ona səfərbər eləmişik. Bu gün də bizim üçün, şəxsən mənim üçün yaradılan şərait, mənzil təminatı, avtomobil təminatı, bir çox əllərindən gələn şeylərdən təmin edirlər. Birinci qrup 50-yə görə pensiya alıram və birinci qrup 50 olduğuma görə prezident təqaüd alıram. Mən aləmlə gedmişəm, gəzmişəm Şuşa şəhərini də, Xankəndini də, Xocavəndi də. İllər sonra da olsa bu hissləri mən aləmə də yaşada bilmişəm. Və əlbəttə bu bir Azərbaycanlı olaraq, bir döyüşçü olaraq mənim üçün qürur verici bir haldır ki, ölkəmizi sülh içində, firavanlıq içində görmək bir vətəndaş kimi mənə çox qürur verir.